Hər kəsə salam. Bugün biz Çıxış kitabının ikinci hissəsini oxuyacağıq. İkinci hissə onların, İsraillilərin Sina dağına getməsi haqqında olacaq. Gələn növbəti hissəmiz üçüncü və dördüncü hissə olacaq. Onları da danışacağıq. İzləməkdə davam etməyinizi tövsiyə edirəm. Təşəkkürlər diqqətiniz üçün. Oxuyaq. Biz keçən səfər qalmışdıq 13-cü fəsildə çıxış xatirəsi. Rəbb Musaya dedi: İsrail övladları arasında hər bətindən ilk doğulan bütün oğlanları və bütün heyvanların balalarını mənim üçün təqdis et. Onlar mənimdir. Musa xalqa dedi: Misirdən, köləlik diyarından çıxdığınız bu günü xatırlayın. Çünki Rəbb sizi qüdrətli əli ilə oradan çıxartdı və buna görə də mayalı çörək yeməyin. Çıxdığınız bu gün Aviv ayındadır. Rəbb atalarınıza and etmişdi ki, Kananlıların, Xetlilərin, Emorluların, Xivlilərin, Yevusluların ölkəsini sizə verəcək. Sizi süd və bal axan torpağa gətirəcəyi vaxt bu ibadəti həmin ayda icra edin. 7 gün mayasız çörək yeyin. 7-ci gün Rəbbə bayram olsun. O 7 gün ərzində yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin. O günü övladlarınıza bildirib deyin: Misirdən çıxdığım vaxt Rəbbin mənim üçün etdiklərinə görə belə edirəm. Qoy bu əlinizdə nişanə və gözlərinizin önündə xatirə olsun ki, Rəbbin qanunu dilinizdən düşməsin. Çünki Rəbb sizi qüdrətli əli ilə Misirdən çıxartdı. İldən ilə təyin olunan vaxt bu qanuna riayət edin. Rəbb sizə və atalarınıza and içdiyi kimi, Kananlıların ölkəsinə gətirib oranı sizə verən vaxtdan bəri, ana bətnindən hər ilk doğulan oğlanlarınızı Rəbbə təqdim etməlisiniz. İlk doğulan bütün heyvan balaları da Rəbbin olsun. Hər ilk doğulan eşək balası əvəzinə bir qoyun keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Övladlarınızın arasında hər ilk oğulun əvəzini ödəyin. Gələcəkdə övladlarınız sizdən bu nədir soruşanda deyin: Rəbb bizi Misirdən, köləlik diyarından qüdrətli əli ilə çıxartdı. Firon bizi buraxmamağa inatkarlıq edəndə, Rəbb Misir torpağında olan həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm. Bütün ilk oğullarımın isə əvəzini ödəyirəm. Qoy bu əlinizdə nişanə və gözünüzün önündə xatirə olsun. Çünki Rəbb bizi qüdrətli əli ilə Misirdən çıxartdı. Allah İsrail övladlarına yol göstərir. Firon xalqı buraxdığı zaman Filistlilərin ölkəsindən yol qısa olduğuna baxmayaraq Allah onları o yola gətirmədi. Çünki o dedi: yoxsa xalq müharibə görəndə bəlkə peşman olub Misirə qayıdar. Allah xalqı Qırmızı dənizə tərəf səhra yolu ilə dolaya apardı. İsrail övladları Misir torpağından silahlanıb çıxdılar. Musa Yusifin sümüklərini özü ilə apardı. Çünki Yusif İsrail övladlarına: Allah mütləq sizə nəzər salacaq. Gedən zaman özünüzlə sümüklərimi də buradan çıxarın deyərək and içdirmişdi. İsrail övladları Sukkotdan yola düşüb səhranın kənarında olan Etamda düşərgə saldılar. Rəbb onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də gecə də gedə bilsinlər. Gündüzlər bulud dirəyi, gecələr isə od dirəyi xalqın önündən ayrılmadı. Rəbb Musaya dedi: İsrail övladlarına belə söylə: dönüb Pi-Hahirot qabağında düşərgə salın. Migdol ilə dənizin arasında Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun. Firon düşünəcək ki, İsrail övladları torpaqda dolaşır. Səhra onların yolunu kəsmişdir. Mən isə Fironu inadkar edəcəyim ki, o sizi təqib etsin. Sonra Firon və onun ordusunu məğlub edib izzətimi göstərəcəyəm. Bütün Misirlilər biləcəklər ki, Rəbb mənəm. İsraillilər belə də elədilər. Misirlilər İsrail övladlarını təqib edirlər. Misir padşahına İsrail xalqının qaçdığını xəbər verəndə Firon və məmurlarının fikri də dəyişdi. Onlar dedilər: biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq? Firon döyüş arabalarını hazırlayıb adamlarını özü ilə götürdü. O
100 seçmə döyüş arabasını və Misirin bütün arabalarını götürdü. Hər arabanın öz zabiti var idi. Rəbb Misir padşahı Fironun ürəyini yenə də inadkar etdi və o İsrail övladlarını təqib etdi. İsrail övladları isə cürətlə gedirdilər. Misirlilər Fironun bütün araba atları, süvariləri və ordusu onları təqib edib Pi-Hahirot yanında Baal-Sefon qarşısında dənizin sahilində qurduqları düşərgəyə çatdılar. Firon yaxınlaşanda İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə də İsrail övladları çox qorxdular və Rəbbə fəryad etdilər. Onlar Musaya dedilər: "Məgər Misirdə qəbristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın? Bizi Misirdən çıxarıb başımıza nə gətirdin? Misirdə sənə bizdən əl çək, Misirlilərə qulluq edək demirdikmi? Səhrada ölməkdənsə Misirlilərə qulluq etmək bizim üçün yaxşıdır." Musa isə xalqa belə dedi: "Qorxmayın, durun, Rəbbim bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz. Sakit olun, Rəbb sizin üçün döyüşəcək." Qırmızı dənizdən keçid. Rəbb Musaya dedi: "Nə üçün mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. Sən isə əsanı qaldırıb əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasından quru yerdən keçsinlər. Mən Misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra Fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm. Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman Misirlilər biləcəklər ki, Rəbb mənəm. İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar. Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şək küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və İsrail övladları dənizin ortasından quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu. Misirlilər onları təqib etdilər. Fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər. Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıqlıq saldı. O arabaların arxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi. Misirlilər dedilər: "Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfindən bizə qarşı döyüşür." Rəbb Musaya belə dedi: "Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin döyüş arabalarının və süvarilərinin üzərinə qayıtsın." Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı. Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən Fironun bütün ordusunu örtüb utdu. Onlardan bir nəfər də olsun sağ qalmadı. İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu. Məhz o gün Rəbb İsraili Misirlilərin əlindən xilas etdi. İsrail xalqı Misirliləri dənizin sahilində ölü gördü. İsrail xalqı Rəbbin Misirlilərə böyük qüvvətlə nə etdiyini görəndə Rəbbdən qorxdu. Ona və qulu Musaya güvəndi. Musanın qurtuluş ilahisi. O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular. Rəbbə ilahi oxuyacağam. Çox böyük zəfər çaldı. Atı və süvarini dənizə tulladı. Rəbb qüvvətim, məzmurumdur. O məni xilas etdi. Rəbb mənim Allahımdır, ona həmd edəcəyəm. Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm. Rəbb döyüşçüdür, Rəbbdir onun adı. Fironun döyüş arabalarını, ordusunu da dənizə atdı. Döyüş arabalarının başçıları qırmızı dənizdə boğuldu. Əngin sulara bürünüb daş tək dərinliklərə necə də qərq oldular. Ya Rəbb, sənin sağ əlin qüdrətdən izzətləndi. Ya Rəbb, sənin sağ əlin düşməni əzəndir. Sənə qarşı çıxanları möhtəşəm əzəmətin yıxar. Sənin göndərdiyin qəzəb onları saman çöpü tək yandırar. Burnunun nəfəsi ilə sular toplanar. Yığılar bir yerə, axınlar dayanar. Dəniz qoynunda coşan sular qatılaşar. Düşmən dedi: İzləyim, çatıb qənimət paylayım. Bundan canım doyacaq, qılıncımla onları məhv edəcəyəm. Nəfəsinlə üfürdün, dənizlə onları bürüdün,
Qurğuşun tək onlar nəhəng sularda batdılar. Ya Rəbb, Allahlar arasında sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhimli və alqışlara layiq möcüzələr yaradan sənin kimisi varmı? Sağ əlini uzadan da torpaq onları uddu. Məhəbbətinlə qurtardığın xalqa sən yol göstərdin. Müqəddəs məskəninə öz gücünlə apardın. Mara İbrani dilində acı mənasını verir. Xalqlar eşidib əsdi. Filişt sakinlərini qorxu kəsdi. Edom başçılarını o an dəhşət bürüdü. Moav igidlərini vahimələrə saldı. Kənan sakinləri isə üzülüb qaldı. Onların üzərini qorxu, vəlvələ aldı. Güclü qoluna görə daş tək lalkar oldular. O vaxta tək ki xalqın keçəcək, Ya Rəbb, qurtardığın xalq keçəcək. Ya Rəbb, xalqını gətirib salacaqsan mülkün olan dağına, yaşamaq üçün özünə yaratdığın yerə. Ey Xudavənd, əlinlə qurduğun müqəddəs məkanına Rəbb əbədi daim padşahlıq edəcəkdir. Fironun atları, döyüş arabaları və süvariləri ilə birgə dənizə girəndə Rəbb dənizin sularını onların üzərinə geri qaytarmışdı. İsrail övladları isə dənizin ortasında quru yerdən keçmişdilər. Harunun bacısı Peyğəmbər Məryəm əlinə dəf aldı. Bütün qadınlar əllərinə dəf alıb oynayaraq onun ardınca çıxdılar. Məryəm onların qarşısında bu ilahini oxudu. Rəbbə ilahi oxuyun. Çox böyük zəfər çaldı. Atı və süvariləri dənizə tulladı. Acı su. Musa İsrail xalqını Qırmızı dənizin sahilindən gedən yola gətirdi. Onlar Şur səhrasına çıxıb orada 3 gün yol getdilər, amma su tapmadılar. Maraya çatdılar, bu mənası acı deməkdir İbrani dilində, lakin oranın suyunu içə bilmədilər, çünki çox acı idi. Buna görə də o yerə Mara adlanır. Xalq nə içək deyə Musadan güzar etdi. Musa Rəbbə fəryad etdi və Rəbb ona bir ağac göstərdi. Musa onu suya atdı və şirin su oldu. Orada İsrail övladlarını sınağa çəkdiyi yerdə Rəbb onlar üçün qayda qanun qoyaraq dedi: Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb, onun gözündə doğru olsanız, onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb mənəm. Sonra İsrail övladları Elimə gəldilər. Orada 12 su qaynağı və 70 xurma ağacı var idi. İsrail xalqı orada sular ətrafında düşərgə qurdu. Allah manna və bildirçinləri göndərir. Bütün İsrail övladlarının icması Elimdən yola düşdü. Onlar Misir ölkəsindən çıxdıqdan sonra 2-ci ayın 15-ci günü Elim və Sina dağı arasındakı Sin səhrasına çatdılar. Səhrada bütün İsrail övladlarının icması Musa və Harunun əlindən güzar etdi. İsraillər onlara dedilər: Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik. Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu cəmaatı aclıqdan öldürəsiniz. Rəbb Musaya dedi: Budur, mən sizin üçün göydən çörək yağdıracağam. Qoy xalq hər gün çıxıb lazımi miqdarda o çörəyi yığsın. Mən isə onları sınayacağam ki, qanunuma görə yaşayırlar ya yox. 6-cı gün yığdıqları digər günlər yığdıqlarından 2 qat artıq olsun. O gün də onu hazırlasınlar. Musa və Harun bütün İsrail övladlarına dedilər: Axşam biləcəksiniz ki, sizi Misir ölkəsindən çıxaran Rəbbdir. Səhər isə Rəbbin izzətini görəcəksiniz. Çünki Rəbb onun əlindən güzarınızı eşitdi. Axı biz kimik ki, siz əlimizdən güzar edirsiniz? Musa dedi: Sizə axşam yeməyə ət, səhər isə doyunca çörək verən Rəbbdir. Çünki sizin ona qarşı olan deyinməyinizi eşidən odur. Axı biz kimik ki, deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır. Musa Haruna dedi: Bütün İsrail icmasına belə söylə: Rəbbin huzuruna yaxınlaşın, çünki o sizin deyinməyinizi eşitmişdir. Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər. Rəbb Musaya dedi: Mən İsrail övladlarının deyinməklərini eşitdim. Onlara de: Axşam çağı ət yeyəcək, səhər isə çörəklə doyacaqsınız. Onda biləcəksiniz ki, Allahınız Rəbb mənəm. Axşam bildirçinlər uçub bütün düşərgəni bürüdülər. Səhər düşərgənin ətrafına şeh düşdü. Şeh buxarlananda səhrada torpaq üzərində
üzərində qırova bənzər nazik topalar göründü. İsraillilər bunu gördükdə bir-birinə bu nədir dedilər. Çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi, bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir. Rəbbin əmri budur. Hər adam yemək üçün özünə lazımi miqdarda ondan yığsın. Öz çadırında olan adamların sayına görə adam başı bir omer götürsün. İsrail övladları belə də etdilər. Kimi çox, kimi də az yığdı. Onlar omer ilə ölçdükləri zaman çox yığanın artığı, az yığanın əksiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı. Musa İsrail övladlarına dedi, qoy səhərə qədər heç kimdə bu yeməkdən qalmasın. Lakin bəziləri Musanın sözünə baxmayıb, bundan səhərə qədər saxladılar. Saxladıkları yemək qurdlanıb iyləndi. Musa onlara qəzəbləndi. İsrail övladlarından hər kəs özünə lazımi miqdarda hər səhər ondan yığırdı. Günəş qızanda isə o əriyirdi. İsrail övladları 6-cı gün bu yeməkdən 2 qat artıq adam başı 2 omeri yığdılar. İcma başçıları gəlib bunu Musaya bildirdilər. Musa onlara dedi, Rəbb belə deyir, sabah istirahət günü Rəbb üçün təqdis olunan şənbə günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi qaynadın. Artığı da özünüz üçün səhərə qoyub saxlayın. İsrail övladları Musa onlara əmr etdiyi kimi yeməyi səhərə saxladılar. Onun içindən nə qurd oldu, nə də iyləndi. Musa dedi, bu gün o yeməyi yeyin, çünki Rəbb üçün şənbə günüdür. Bu gün çöldə yemək tapmayacaqsınız. Siz onu 6 gün ərzində yığın. 7-ci gün şənbə günü o yemək yox olacaq. Xalqın bəziləri 7-ci gün yemək yığmağa çıxdılar, amma tapmadılar. Rəbb Musaya dedi, nə vaxta qədər əmrlərimə və qanunlarıma itaat etməkdən boyun qatıracaqsınız? Baxın, Rəbb sizə şənbə günü verdi, buna görə də o sizə hər 6-cı gün 2 günlük yemək verir. Qoy hər kəs öz evində qalsın və 7-ci gün heç yerə çıxmasın. Beləcə xalq 7-ci gün istirahət etdi. İsrail xalqı bu yeməyin adını manna qoydu. O görünüşcə keşniş toxumu kimi idi. Rəngi ağ, dadı isə ballı yuxaya bənzəyirdi. Musa dedi, Rəbbin əmri budur. Mannadan bir omer doldurun. Misir ölkəsindən sizi çıxardığım zaman səhrada sizə yedirtdiyim yeməyi görmək üçün qoy bu nəsildən nəslə qorunsun. Musa Haruna dedi, bir qap götür, ona omer dolu manna qoy. Bu Rəbbin huzurunda nəsildən nəslə qorunub saxlanmalıdır. Rəbbin Musaya əmr etdiyi kimi Harun onu şəhadət lövhələrinin önündə qoruyub saxladı. İsrail övladları 40 il ərzində əhalisi olduqları Kənan ölkəsinin sərhədinə gələnə qədər manna yedilər. Bir omer efanın 1/10 hissəsidir. Manna İbrani dilində nədir? Mənasını massa İbrani dilində sınamaq, meriva İbrani dilində münaqişə mənasını verir. Qayadan çıxan su. Bütün İsrail övladlarının icması Sin səhrasından yola düşüb Rəbbin buyurduğuna görə dayana-dayana köç edirdilər. Onlar Refidimdə düşərgə saldılar. Orada xalqın içməyə suyu yox idi. Ona görə də xalq Musa ilə münaqişə edib belə dedi, bizə içməyə su verin. Musa onlara dedi, niyə mənimlə münaqişə edirsiniz? Nə üçün Rəbbi sınayırsınız? Xalq orada olanda susamışdı. Ona görə də Musanın əlindən deyinib dedi, axı niyə bizi Misirdən çıxartdın? Bu bizi oğullarımızı və heyvanlarımızı susuzluqdan öldürmək üçündürmü? Musa Rəbbə fəryad edib dedi, axı mən bu xalq ilə nə idim? Biraz da keçsə məni daşqalaq edəcəklər. Rəbb Musaya dedi, xalqın qarşısına çıx, özünlə bərabər bir neçə İsrail ağsaqqalı götür. Nil çayına vurduğun əsanı əlinə alıb irəli get. Orada Xorevdəki qayanın üstündə mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq. Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi. Musa o yeri Massa və Meriva adlandırdı. Çünki orada İsrail övladları münaqişə etmişdilər və görəsən Rəbb aramızdadır ya yox deyə Rəbbi sınamışdılar. Amaleklilərlə döyüş. Bundan sonra Amaleklilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər. Musa Yeşuaya dedi, bizim üçün bir neçə adam seç. Get Amaleklilərlə döyüş. Sabah mənim əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam. Yeşua da Musa deyən kimi etdi və gedib Amaleklilərlə döyüşdü. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini indirəndə isə Amaleklilər üstün gəlirdi. Lakin Musanın əlləri yorulurdu. Ona görə də bir daş götürüb onun altına qoydular. Musa daşın üstündə oturdu.
Əlinin birindən Harun, o birisindən isə Xur yapışdı. Beləcə Musanın gün batanacan əlləri möhkəm qaldı. Yeşua Amalek padşahını və xalqını qılıncdan keçirib qırdı. Rəbb Musaya dedi, bunu xatirə olaraq kitaba yaz. Yeşuanın qulağına çatdır ki, mən Amalekin adını büsbütün yer üzündən siləcəyəm. Musa bir qurbancaq düzəldərək adını Yahve Nissi qoyub dedi, Rəbbin taxtına doğru əl uzadılırdı. O, nəsildən nəslə Amaleklilərə qarşı döyüşəcək. Yetronun Musaya baş çəkməsi. Midyanlıların kahini olan Musanın qaynatası Yetro, Allahın Musa və xalqı İsrail üçün gördüyü bütün işləri, Rəbbin İsraili Misirdən çıxartdığını eşitdi. Musanın qaynatası Yetro, Musanın arvadı Sipporanı iki oğlu ilə birgə geri gətirdi. Musa əvvəlcədən arvadını onun yanına göndərmişdi. Musa, mən yad bir ölkədə qərib oldum deyib, oğlanlarından birinin adını Gerşom qoymuşdu. Atamın Allahı köməyim oldu və məni Fironun qılıncından qurtardı deyib, o birisinin adını Eliezer qoymuşdu. Musanın qaynatası Yetro, oğulları və arvadı Musanın düşərgə saldığı Allahın dağı yerləşən səhraya gəlib bu xəbəri Musaya göndərdi. Mən sənin qaynatan Yetro, arvadın və iki oğlunla yanına gəlirəm. Musa qaynatasının qarşısına çıxdı. Təzim edib onunla öpüşdü. Onlar bir-birlərindən hal-əhval tutub çadıra girdilər. Musa qaynatasına Rəbbin İsrail övladlarının xatirinə Firona və Misirlilərə etdiyi bütün şeylər, yolda çəkdikləri bütün əziyyət və Rəbbin onları necə qurtardığını nəql etdi. Yetro Rəbbin İsrail övladlarına etdiyi bütün yaxşılıqlara və Misirlilərin əlindən onları qurtardığına görə sevindi. Yetro dedi, sizin Misirlilərin və Fironun əlindən qurtaran Rəbbə alqış olsun. Xalqı Misirlilərin əlinin altından qurtaran odur. İndi bildim ki, Rəbb bütün Allahlardan böyükdür. Çünki onların öyündüklərindən də üstün oldu. Sonra Musanın qaynatası Yetro Allaha yandırma və ünsiyyət qurbanları gətirdi. Harun ilə İsrail övladlarının bütün ağsaqqalları Musanın qaynatası ilə Allahın huzurunda yemək yeməyə gəldilər. Yahve Nissi İbrani dilində Rəbb bayrağımdır. Gerşom İbrani dilində orada qərib, Eliezer İbrani dilində Allahım köməkdir. Yetronun nəsihəti. Ertəsi gün Musa oturub xalqa hakimlik edirdi. Xalq da səhərdən axşamadək Musanın ətrafında dayanmışdı. Qaynatası Musanın xalq üçün nə etdiyinə baxıb dedi, nə üçün bu xalqa belə edirsən? Niyə sən tək oturursan və bütün xalq səhərdən axşamadək ətrafında dayanıb gözləyir? Musa qaynatasına dedi, ona görə ki, xalq Allahdan soruşmaq üçün mənim yanıma gəlir. Həll olunmalı məsələləri olan adamlar yanıma gələndə aralarında qərar çıxarıram. Allahın qayda qanunlarını da onlara bildirirəm. Musanın qaynatası ona dedi, gördüyün iş yaxşı deyil. Əlbəttə həm sən, həm də sənin olan xalq üzülərsiniz. Axı bu iş sənin üçün ağırdır. Onu tək başına edə bilməzsən. İndi sözümə qulaq as. Sənə bir məsləhət verim. Qoy Allah sənə yar olsun. Sən bu xalqa görə Allahın huzurunda dayan və işlərini də ona çatdır. Onları qayda qanunlar barəsində xəbərdar et. Gedəcəkləri yolu və görəcəkləri işi göstər. Bütün xalq arasından bacarıqlı, Allahdan qorxan, etibarlı, haram qazanca nifrət edən adamları seç. Onları 1000 başı, 100 başı, 50 başı, 10 başı təyin et ki, xalqı hər zaman mühakimə etsinlər. Qoy hər böyük işi sənin yanına gətirsinlər. Hər kiçik işi isə özləri hakimlik etsinlər. Beləcə öz yükünü yüngülləşdir. Qoy adamlar bu yükü səninlə daşısınlar. Əgər belə etsən, Allah da sənə belə əmr etsə, dözə bilərsən. Bütün xalq da razı olub öz yerinə gedər. Musa qaynatası deyən sözlərə qulaq asıb əməl etdi. Bundan sonra Musa İsrail övladları arasından bacarıqlı adamlar seçdi və onlardan xalqa başçı 1000 başlar, 100 başlar, 50 başlar, 10 başlar təyin etdi. Onlar hər vaxt xalqı mühakimə edirdilər. Çətin işləri isə Musanın yanına gətirir, hər kiçik işi isə özləri mühakimə edirdilər. Sonra Musa qaynatasını yola saldı. O da öz ölkəsinə getdi. İsrail övladları Sina dağında. İsrail övladları Misir torpağından çıxdıqdan sonra 3-cü ayda yeni ay günü Sina səhrasına gəldilər. Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər.
O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar. Musa isə dağa Allahın huzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: Yaqub nəslinə, İsrail övladlarına belə söylə: Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz. İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü mənimdir. Siz isə mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız. Bu sözləri İsrail övladlarına söylə. Musa gəlib xalqın ağsaqqallarını çağırdı və Rəbbin ona əmr etdiyi hər kəlməni onların qarşısına qoydu. Bütün xalq bir nəfər kimi belə cavab verdi: Rəbbin bütün söylədiklərinə əməl edəcəyik. Musa xalqın cavabını Rəbbə çatdırdı. Rəbb Musaya dedi: Budur, mən sənin yanına qatı buludda gəlirəm. Qoy xalq səninlə danışdığımı eşidib sənə daim inansın. Musa xalqın sözlərini Rəbbə çatdırdı. Rəbb Musaya belə dedi. Musaya dedi: Xalqın yanına get. Bugün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar. Üçüncü günə hazır olsunlar. Çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə inəcək. Xalqın ətrafına sərhəd çəkib de: Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir. Eləsinə əl vurulmasın, ancaq daşqalaq edilsin ya da oxla vurulsun, istər heyvan, istərsə də insan. Bunların yaşamaq üçün izni yoxdur. Qoç buynuzundan olan şeypur uzun uzadı çalınanda onlar dağa çıxa bilərlər. Musa dağdan xalqın yanına indi. O xalqı təqdis etdi. Onlar paltarlarını yudular. Sonra Musa xalqa dedi: Üçüncü günə hazır olun. Qadınlarla yaxınlıq etməyin. Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi. Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular. Bütün Sina dağı tüstü içində idi. Çünki Rəbb onun üzərinə alov içərisində inmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi. Bərk titrəyirdi. Şeypur səsi get-gedə ucalırdı. Musa danışırdı və Allah ona səslə cavab verirdi. Rəbb Sina dağı üzərinə dağın başına indi və Musanı dağın başına çağırdı. Musa oraya qalxdı. Rəbb Musaya dedi: Düş, xalqa tapşır ki, məbada Rəbbi görmək üçün onun tərəfində olan sərhədi keçsin, yoxsa çoxları məhv olar. Rəbbə yaxınlaşan kahinlər də özlərini təqdis etsin ki, Rəbb onlara qarşı çıxmasın. Musa Rəbbə dedi: Xalq Sina dağına çıxmaz, çünki sən dağa sərhəd çək və oranı təqdis et deyə bizə tapşırıq verdin. Rəbb ona dedi: Düş, get, sən və səninlə bərabər Harun bura çıxın. Qoy kahinlərlə xalq Rəbbin yanına çıxmaq üçün sərhədi keçməsinlər, yoxsa Rəbb xalqa qarşı çıxar. Musa xalqın yanına inib bunu onlara söylədi. Allahın 10 əmri. Allah bütün bu sözləri belə söylədi: Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb mənəm. Məndən başqa Allahların olmasın. Özün üçün heç bir oyma böyüt, nə yuxarıda səmada və ya aşağıda yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki mən sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını 3-4 nəslə qədər övladlarına çəkdirərəm. Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə. Çünki Rəbb öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. Şənbə gününü yadda saxlayıb təqdis et. 6 gün çalışıb bütün işlərini gör. Lakin 7-ci gün Allahın Rəbbin şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. Çünki 6 gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı. 7-ci gün isə istirahət etdi. Bunun üçün Rəbb şənbə gününə bərəkət verib onu müqəddəs saydı. Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. Qətl etmə, zina etmə,
oğurluq etmə, heç kimə qarşı yalanlar şahidlik etmə, heç kimin evinə tamah salma, heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə, heç bir şeyinə tamah salma. Xalqın qorxusu. Bütün xalq göy gürultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. Musaya dedilər, sən bizimlə danış, biz də eşidək, qoy Allah bizimlə danışmasın, yoxsa ölərik. Musa xalqa dedi, qorxmayın. Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün onun qorxusu qarşınızda olsun. Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı. Qurbancah haqqında. Rəbb Musaya dedi, İsrail övladlarına belə de, siz gördünüz ki, mən sizinlə göylərdən danışdım. Mənimlə yanaşı olan başqa Allahlar düzəltməyin. Özünüz üçün qızıldan və gümüşdən Allahlar düzəltməyin. Mənim üçün torpaqdan qurbancah düzəldib, yandırma və ünsiyyət qurbanları olaraq öz qoyun, keçi və malqaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına gəlib sənə bərəkət verəcəyəm. Əgər mənim üçün daşdan qurbancah düzəltsən, yonma daşdan tikmə, çünki onun üzərində alətlə işləsən, onu murdar edərsən. Yonma daşdan tikmə də, yəni. Ayıbın açılmamaq üçün mənim qurbancahıma pilləkənlə çıxma. Növbəti 3-cü hissədə görüşmək ümidi ilə hər kəsə təşəkkür edirəm diqqətiniz üçün. Sağ olun, salamat qalın.